Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Cəlilabad rayonunun Ağdaş Sovetliyinin Güneyli kəndindən narahat edirik sizi. Baxın, bizim yollara baxın, uşaqlarımıza baxın, nə zülüm çəkirlər. Qonşu kəndə məktəbə gedirlər, məktəbimiz də yoxdur. 4 illik məktəbdir, ondan da sonra uşaqlar zülüm çəkirlər, baxın. Uşaqlar, hardan gəlirsiniz? Nətər gedib gəlirsiniz? Gəlin bura, durun. Nə sözünüz var, nə demək istəyirsiniz? Mənlə danış. Nətər gedib gəlirsiniz? Piyada gəlir məktəbdə. Ay, sağ ol. Biz əziyyət çəkirik. Görə ispansın üstümüzdən balı nə gündədir. İlham babaya nə demək istəyirsiniz prezidentimizə? Xahiş edir bizə məktəb çəkir. Maşınla gelib gələ bilirsiniz? Xeyr. Gələ bilmirsiniz. Yollarımız da bərbad günündədir. Sizdən artıq dərəcədə xahiş edirik, cənab prezidentimizdən bizim uşaqlar üçün, bizim kəndimizdən məktəb şəraiti yaratsın ki, bizim bu uşaqlar, gələcək nəslimiz yaxşı olsun, yaxşı savad alsın. Bir dənə xahişimiz odur. Yollarımız da valla bərbad günündədir. Maşınla bir dəfə aparırsan uşağı, ikinci zəfir maşın getmir. Yəni vəziyyətimiz bu yerdədir. Xahiş edirik, bizə bir tədbir görəsiniz. İnşallah görürlər də. Biz prezidentimizə arxayınıq, həmişə də onun arxasında durmuşuq. Vətənpərvər insanlarıq biz. Kəndimizin qazisi də var. Yenədən Allah müharibə göstərməsin, həmişə də hazırıq.